Photoshop'un tipoqrafika ilə işləmək üçün yeni funksiyalarından biri olan Dynamic Text, dinamik mətn funksiyasına gəlin baxaq. Bizim tutaq ki, bir ədəbiyyatla bağlı bir səhifəmiz Instagramda bir story hazırlamağımızı istəyir. Həmişə biz poster hazırlayırdıqsa, bu dəfə gəlin format fərqli olsun. Yeni fayl yaradaq. Ölçü storydə bizdə bir Full HD-nin sanki vertikal versiyası olacaq. Yəni eni 1080 piksel, hündürlüyü isə 1920 piksel. Əmin olaq ki, ölçü vahidi olaraq da pikseli seçmişik. Həmişə faylın adı biz save edəndə veririk, amma faylın adını yeri gəlmişkən buradan da qeyd etmək olar. Yazaq bura Nasimi Story Design birinci versiya və create eləyək. Təbii ki, save eləmədiyicə onsuz da bu fayl belə də ki, fiziki olaraq kompüterin yaddaşında olmayacaq. Sadəcə bəri başdan adını təyin elədik. Və gələk fona. Fon məsələsini dəqiqləşdirərək birinci gəlin fotonu fondan ayırıb ataq bizim əsas dizayn faylımıza. Götürək Object Selection toolu və fotoda şairin fotosu fondan çox kontrastla ayrılmır, amma ümid edək ki, bəli, gözləntilərimiz doğruldu. Object Selection tool kifayət qədər səliqəli şəkildə selection elədi. Kopyalayaq, Ctrl+C və gələk bizim əsas dizaynımıza və Ctrl+V ilə də götürdüyümüz şəkli paste eləyək. Sistemli işləmək üçün də bəri başdan layerlərə məntiqli adlar verməyə çalışaq. Fotonu gətirdik, növbə gəldi. İndi ən əsas məsələ şairin müəllifi olduğu misraya. Surətin nəqşində hər kim görmədiyi nəq qarşına. Tutaq ki, müştəri belə bir misranı tərtib eləməyimizi bizdən gözləyir. Ctrl+V və mətn düşdü bizim bu paragraf blokunun içinə. Təbii ki, şəkli tutaq ki, bizə lazım olan mövqeyə gətirib yazını yazardıq, amma bu bir dizayner işi olmadı. Yəni hər kəs əslində aşağı-yuxarı belə bir tərtibatı hazırlaya bilər. Biz ən son Helvetica şrifti ilə işləmişdik. Son istifadə etdiyimiz şriftlər onsuz yuxarıda bizi həmişə burada gözləyir. Ən son istifadə etdiyimiz şrift Helvetica'nın öyrəşdiyimiz ensiz olmayan nisbətlərində olan variantı idi, amma eni az, hündürlüyü çox olan bir layouta, bir konstruksiya ilə təxminən həmin nisbətlərdə olan eni az, hündürlüyü çox olan bir şrift yəqin ki, seçmək daha maraqlı olar. Ki biz bu tipli şriftlərə deyirik condensed fontlar. Helvetica Neue-nin elə condensed versiyası da yəni daha səliqəli axtaraq. Helvetica Neue-nin bunlar bizim belə bəsit dillə desək normal versiyalarımız, bunlar isə eni daha az olan variantı. Sanki eni azdır, hündürlüyü çoxdur. Elə qoy olsun Helvetica Neue Condensed Bold. Müqayisə eləmək üçün də gəlin yaxından baxaq. Layerin duplikatını çıxardıram. Və buna da elə Helvetica'nın standart variantını, amma bold qalınlıqda verək. Görürsünüz, bu bizim öyrəşdiyimiz təxminən 3-ün 5-ə nisbətdə olan bir simvol konstruksiyası. Burada isə eyni bir nisbət kimi götürsə, yəqin ki, təxminən 2-nin 5-i olar. Yəni daha ensizdir. Biz bunları deyirik condensed fontlar. Bu ayrı bir tipoqrafik mövzudur. İrəlidə bəlkə fərqli YouTube dərslərimizdə, xüsusən də bəlkə siz bizim qrafik dizaynına həsr olunmuş ayrıca sistemli dərsimizdə bu mövzuları müzakirə edib praktikada bu mövzunu dərinləşdirəcəyik. Deməli belə, mətnimiz var. Adətən biz condensed fontları daha doğrusu all caps-də, yəni bütün hərfləri böyük hərflə olmaqla tərtib edirik. Onun üçün girib təzədən yazmağa ehtiyac yoxdur. Mətn bloku seçilidir və bizim buradakı bu iki böyük T hərfi ilə all caps funksiyasını aktivləşdirsək, avtomatik bütün hərflər olacaq böyük hərflə. Əla, gözəl və böyük bir problem. Hansı ki, əksər hallarda bu bir baş bəlasıdır. Bizim dizaynlarımız nəinki rəqəmsalda, eyni zamanda çap və çöl reklam materiallarını da bu şəkildə də qalır. Problem nədədir? Problem ondadır ki, bizim i hərfləri all caps-ə keçirdiyimiz anda mətnə avtomatik olur I. Yəni surətin deyil də suratın yazılıb burada. Və çox maraqlıdır ki, nəinki dizaynerlər, çox vaxt dizayn sahibləri belə bu tipli xətalara göz yumur və dizayn materialları belə bu şəkildə də kütələrdə gəzir və ya sosial şəbəkələrdə. Tamam. Yaxşı, biz bunu necə eləyə bilərik? Girib tək-tək təzədən i hərfini yazaq. Buna səbəb əslində karakterdə aşağıda olan dil seçimidir. Biz nə qədər karakter pəncərəsi ilə tanış olanda bura qədər hər şeyə toxunduq, yeganə dil məsələsinə toxunmadıq. English-i, yəni ingilis dilini uyğun dilə, məsələn, Azərbaycan dili olsaydı onu dəyişərdik, amma yoxdur. Azərbaycanın əvəzinə Turkish qoysaq, təxminən dil yaxınlığı məntiqi ilə burada avtomatik, çünki türk dilində də i'lər, böyük i'lər nöqtə ilə olur. O nöqtənin getmə səbəbi də odur. Yəni bir ingilis
dilli, hətta istənilən bəlkə də dili seçə bilərik az qala. İngilis dilli auditoriya üçün böyük i hərfi elə budur. Nöqtəsiz düz xətt. Bizim ını xatırladan bir görüntüdür. Bizdə isə elə deyil. Bizdə i hərfinin ayrıca böyük də olsa nöqtəsi olmalıdır ki, eyni qayda türk dili içində keçərlidir. Turkish aktivləşdirdiyimiz anda avtomatik nöqtələrin, i hərfinin nöqtələri öz yerini almış olur. Yəni söndürsək, yandırsaq heç bir dəyişiklik olmayacaq. Gələk indi Adobe-un bizə son yeniliklərdə, Photoshop-un son yeniliklərində gətirdiyi dinamik text məsələsinə. Type tool götürüb, yəni mətn blokuna keçək və yuxarıdakı options barda dynamic text, yəni dinamik mətni aktivləşdirək. Biraz uzaqlaşdırıb baxaq görüntüyə. Əslində biz belə bu şəkildə dramatik, dinamik, bəzən balaca, bəzən böyük mətni bir paragrafın içində işləmək üçün ayrı-ayrı hər birini seçməliydik, böyütməliydik. Amma bu bir tıkla, sadə dillə, bəsit dillə desək, bu görüntünü almaq imkanı verir. Hətta biz bunu böyüdüb, balacalaşdırsaq, enini artırsaq, yəni Adobe, ya daha doğrusu Adobe-un yaratdığı bu alqoritm Photoshop proqramında bu dynamic text vasitəsilə ən optimal görüntünü bizə verməyə çalışır. Dynamic textin bizə verdiyi bu görüntünü də əslində saxlaya bilərik, amma burada gəlin bəzi tənzimləmələrə baxaq. Məsələn, sağ tərəfə baxsaq, diqqət etirsək, bu properties pəncərəsində dynamic text ilə bağlı iki parametr var. Bir, üzərində saxlayıb baxaq. Between words sözlər arasındakı məsafəni burada optimallaşdıra bilərik. Gəlin mətnə qaydaq, seçib tutaq ki, ölçünü biraz dəyişməyə çalışaq. Yəni sözlər arasındakı məsafə daha çox olacaq və ya daha kompakt sıx olacaq. Müəyyən qədər boşluq verək ki, ən azından sözlərin vizual bir-birindən ayrılmağı hiss olunsun. Bir də eyni qaydada biz sətirlər arasındakı məsafəni də optimallaşdıra bilərik. Daha sıx və ya daha aralı eləyə bilərik. Simvollarımızın, hərflərimizin detalları bir-birinə keçməsin deyə, gəlin burada da olsun elə 25% göstəricini saxlayaq. Nəsiminin şəkli və bizə arxa planda bir yazı lazımdır. Ona görə yazının da çox böyük olmasını istəməzdim. Götürək Type tool-u və bu dəfə də ölçünü tutaq ki, təxminən bu görüntüyə salmağa çalışaq. Biz dizaynı gözəyarı eləyə bilmərik. Kənarlardan müəyyən bir mərcinlər, bir sadə də olsa şəbəkə grid qurulması lazımdır. Artıq necə olduğunu bilirik. New Guide Layout deyib. Sütunları yığışdıraq, sütun lazım deyil. Sadəcə sətir də lazım deyil. Sadəcə kənardan məsafələr. Ən son verdiyimiz 100 piksel əslində elə bura üçün də keçərlidir. Təsadüfən yenə də verdiyimiz dizayn elə görüntüyə uyğunlaşdı. Bu da əslində zaman-zaman sizin üçün də normal bir şeyə çevriləcək. Yəni gözəyarı verirsiniz, sonra məlum olur ki, arxa planda sən demə özümüzdən asılı olmayaraq müəyyən bir grid konstruksiya təyin eləmişik. Yazı arxa planda olsun. Yəni detalların üzərində işləmədən elə bu formatda saxlayaq. Yazının ölçülərini, təxmini qabaritlərini təyin etdikdən sonra gəlin indi foto ilə mətni bir araya gətirək. Yəni ilk ağla gələn nə olacaq? Götürək fotonu radikal şəkildə balacalaşdıraq, qoyaq bir küncə. Yəni, bu variant həmişə mümkündür, amma eksperiment aparmaq təbii ki, tövsiyə olunur. Hətta mən tövsiyə eləyərdim ki, şəkil və yazı hərəsi ayrı-ayrılıqda öz dünyasında, öz həyatını yaşamasın deyə bunları bir araya gətirmək lazımdır. Yəni azca tutaq ki, şəkli böyüdüb yazı ilə belə deyək ki, kontakt halına salmaq lazımdır. Hətta bəlkə də yaxşı olar ki, xüsusən də jurnal üz qabaqlarında gördüyünüz kimi, yəni mətni böyüdüb, daha doğrusu şəkli təsviri böyüdüb mətnin önünə çıxardırıq. Düzdür, burada əslində tövsiyə elədiyim şeylərdən biri odur ki, yəni biz əslində bu radikal şəkildə də böyüdə bilərik. Daha maraqlı görünər. Əgər bir məşhur marka adı olsa, məşhur bir ifadə olsa, çox rahatlıqla böyüdərik. Auditoriya onsuz da arxadakı sözün nə olduğunu biləcək. Bizdə isə biraz situasiya fərqlidir. Yəni çox azca yazının üzərinə keçirsək bəs eləyir. Sırf nəzəri cəhətdən hətta bu şəkildə eləməyə də çox da tövsiyə eləməzdim. Çünki bizdə arxadakı hərflərin q və ya o olduğu açıq-aşkar bilinmir. Düzdür, bir şeiriyyətə, bir qəzələ, nəsimiyə bələd olan bir auditoriya üçün burada nəqqaş sözünün yazıldığını, yəni o auditoriya biləcəklər. Amma hər bir halda ümumiyyətlə nəzəri cəhətdən tövsiyə eləyərdim ki, məsəl üçün bu yerləşim təxminən bu şəkildə olsun. Çünki arxadakı hərfin I və N olduğu açıq-aşkar bilinir. Biz sadəcə kompozisiya eksperimentləri apardığımız üçün bir istisna kimi, qaydalara zidd olsa da istisna kimi bu şəkildə saxlayaq. Bir səmavi mesaj olduğu üçün ona uyğun bir fonu təyin edək. Fon bəlkə belə də qala bilərdi. Ona görə qabaqcadan galaktika və ulduzlar mövzusunda belə bir keyfiyyətli şəkil yükləmişəm. Ctrl-A, Ctrl-A, Ctrl-C kopyaladıq, gəldik dizaynımıza və arxa plan üzərinə bu fonu əlavə eləyək.
Götürək biraz biz ümumi ölçünü azı da olsa böyüdək, çox da keyfiyyətinə təsir eləməz düşünürəm və mətnimiz əvvəldən qəhvəyi rəngdə idi. Kontrast üçün təbii ki, bunu ağ rəngi də gətirmək olar. Əslində dizayını bu şəkildə tamamlaya da bilərdik, amma ümumi rəng kirliliyi olmasın, daha çox fokusu bəlkə də misraya və ümumi mövzuya yönləndirmək üçün şəkildəki rəngi yığışdıraq, olsun ağ-qara, həm də əlavə bir dramatiklik qatmış olaraq. Biz artıq rəng korreksiyasını bilirik. Normalda tutaq ki, bir hue saturation götürüb saturation'ı sıfırlasaq və belə bir görüntü alınacaq. Biz əslində rəng korreksiyası mövzusunda ümumi bir layerin, rəng korreksiyası layerinin aşağıdakı layerə necə təsir elədiyini görmüşdük. Bu situasiya toxunmamışdıq, elə bu dizaynda belə bir problemin olması əla oldu. Mən istəyərdim ki, ağ-qara ancaq olsun fotoda, daha doğrusu portretdə. Arxa plana isə bu təsir eləməsin. Amma rəng korreksiyası necə işləyir? Bir rəng korreksiyası layeri özündən aşağıdakı bütün layerlərə eyni qaydada təsir edir. Bu layeri clipping maskla atacağım şairin fotosunun portretinin içindəki ancaq ona aid olsun. Yenə də clipping mask alt'a basıb saxlayıb hər ikisinə tıklasam və ya sadəcə rəng korreksiyasının aşağısında olan bu layeri tıklasam, eyni qaydada clipping maskı tətbiq eləmiş olaram. Ağ-qara görüntü ancaq burada. Əgər istəsəz ki, ağ-qara görüntüyə tamam detallı müdaxilə eləyəsiniz, o zaman gəlin bunu yığışdıraq. Əvəzində isə hue saturation deyil də black and white-ı tətbiq eləyək. Alt-a basıb saxlayıb tıklayıram ikisinin arasında. Clipping mask aktiv oldu. Black and white-ın fərqi nə idi digərindən? Yəni hər rəngə biz xüsusi müdaxilə eləyə bilirdik ki, məsəl üçün bizdə orada kontrast az idi, amma burada isə daha fotonun belə işıqlı, nurlu olmağını istəyərdim. Heç digərlərinə keçmədən ancaq sarı və qırmızı rənglərin ağ-qara olmasına müdaxilə edib belə daha maraqlı, daha canlı görüntü almış oldum. Photoshopda dinamik text dediyimiz, yəni dinamik mətn dediyimiz növbəti funksiyalarla tanış olmuş olduq. Təxminən bu məntiqlə hansısa bir məşhur frazanı götürüb, bir aforizmi, kiminsə kəlamını götürüb, həmin adamın, həmin müəllifin fotosu ilə bir araya gətirməyə çalışın və bir şərtlə ki, mətnin konstruksiyası da bu şəkildə belə dinamik olsun. Bizim əslində Photoshopdakı tipoqrafika mövzumuz kifayət qədər genişlənə bilərdi, amma biz sadəcə bazı mövzuları götürüb onun üzərində bu silsilədə işləməyə çalışdıq. Ümid eləyək ki, tipoqrafika, Photoshopda tipoqrafika mövzusu bununla da sizə aid oldu. Təbii ki, əlavə funksiyalarımız var, əlavə imkanlarımız hələ də var. Bunlar bizim sistemli dərslərdə və irəlidəki YouTube videolarında olacaq. Hələlik bu qədər, növbəti dərsdə görüşərik.